Cənab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət edirəm. Cənab Prezident, bildiyiniz kimi Türkiyənin Antalya şəhərində mənə qarşı törədilmiş sui-qəsdin bu gündə ağrılarını çəkirəm. Bu ağrılardır ki, yenidən qarın boşluğundan əməliyyat edilmişəm və bu əməliyyat nəticəsində də çalışıram ki, sağlığıma qovuşa biləm. Ancaq buna baxmayaraq bu günləri cinayəti sifariş verən şəxs bu gün Bayırdadır və Bayırda olaraq özü ilə dilinə gətirərək fəxrlə demək istəyir ki, mən bu cinayəti törətmişəm və düzgün etmişəm və bu gün də addımı atmaqda davam edir. Cənab Prezident, Azərbaycanın bir güclü evladı olaraq sizə müraciət edirəm. Bu müraciətim mənim zəifliyimi göstərmir. Bu müraciətim sizə inancımızı və sizə inanmağımızı və siz bu cinayətin üstünün açılmasına bizə köməkli göstəriş verəcəyinizə inanıram. İnanıram ki, bu göstərişdən sonra bu cinayətin üstü açılacaq. Bir qrup insanlar söyləyir ki, siz dahi nə qədər Cənab Prezidentə müraciət etdiniz və Cənab Prezident bu məsələyə baxmır. Mən söyləmək istəyirəm ki, hər şeyin öz vaxtı var. Bizim əlimizdən gələn budur ki, bizə qarşı olan törədilmiş bu terror hadisəsi, federasiyanı əlimdən almaq hadisəsi bu gün də davam etməkdədir və bu gün də cinayət demək olar ki, davam edir. Bildiyiniz kimi mənə qarşı törədilən Türkiyədəki sui-qəsd, Türkiyədə törədilməsinə baxmayaraq, bu Azərbaycanda 3 ay, 5 ay, 6 ay ondan öncə başlamışdı. Azərbaycanda bir neçə dəfə hələ qorxu və digər addımlar mənə qarşı atılmışdı və bu gün də demək olar ki, federasiyanı əlindən almaq üçün bütün ədliyyə orqanlarına və məhkəmələrə və digər Azərbaycanın qurumlarına təsir etməkdə davam edir. Mən inanıram ki, Cənab Prezident, siz bu cinayət işinin üstünün bağlı qalmaması üçün öz göstərişinizi verəcəksiniz. Öz Azərbaycan idmançısının olaraq və sizlə həmişə fəxr edən, qürur duyulan bir idmançı kimi sizə müraciət edirəm. Bu müraciət etməyim heç bir Azərbaycan idmançısının zəif olması deyil. Bu etdiyim müraciət qanunların və qanunun öz yerini alması və cinayəti tövsiyə verən cinayətə göstəriş verilən şəxs həbs olunması üçün bu müraciətləri sizə edirəm. Cənab Prezident, mən Azərbaycan bir idmançısıyam. Yetərin qədər qələbələr, yetərin qədər Azərbaycan bayrağını uzaldıb, himnisini səsləndirmişəm. Və bununla da bağlı sizin şəxsən öz əlinizdən ev, fəxri fərman və digər mükafatlar almışam. Ancaq inanıram ki, bu cinayətin üstünün açılması üçün öz vaxtı gələcək və siz öz tapşırığınızı verib cinayətkar öz cəzasını alacaqdır. Sağ olun.